artıq ümidimi itirmişdim də. Elə bilirdim ki, yəni mən narkoman kimi öləcəm. Evdən oğurluq eləyirdim. Mən tezdən ailəmə ziyan vurmaq istəmirəm, yəni anamı ağlatmaq istəmirəm. Kamran Paşayev uşaq yaşlarından narkotik asıllığına düçar olub və sevindirici haldır ki, artıq sağalıb. Elə digər həmsöhbətlərimizdə vaxtı ilə çox əziyyətlər çəkiblər. Həm özlərinə, həm də yaxınlarına olduqca çətin zamanlar yaşadıblar. Ağ ölüm kimi qəbul edilən, gənc nəslin bir qismində sonsuz maraq doğuran, alüdəçilik yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən narkotik vasitələrin istifadəsi qorxulu vərdişlərdən birinə çevrilib. Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bugün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Gəncləri bu bəladan xilas etmək üçün maarifləndirici təlimlər, uzun müddətli müalicələr çıxış yolu kimi seçilib. Bu yolu keçmiş şəxslərin sözlərinə görə isə ən başlıca həll yolu iradədir. Məndə bu xəstəlik xronikidir, ailədən gəlir. Mənim atam asılı olub, içkidən, alkoqolizmdən. Gənc olanda dərs kitab daiz getməkdənsə geydim məktəbin arxasında dalaşırdım. 15-16 yaşlı uşaqlar bir-birlərinə futbol oynayır. Mən futbol oynayanda dalaşırdım. Həkim müalicəsi olmuşam, maçlarda 5 dəfə olmuşam. Yəni işləməyib də mən. Gəldi valideyn götürdü, alladırdım ki, sağalmışam, halbuki sağalmamışam. İstifadə edəndə yəni çıxırdım, avtobusa minirdim, qorxurdular məndən. Mənə yaxın buraxmırdılar. Mən geydim, hansı qohumuma ehtiyac vardı, ya sumka aparırdım, ya sumka gətirməliydim, deyirlər gəlməsin. 14 yaşımdan narkotik istifadə eləmişəm. Buna görə cəza çəkmə müəssisəsində də olmuşam narkotikə görə. Mən dəfələrlə detoks mərkəzində də olmuşam, məşqə aparıblar mənim valideynlərim. Mən bundan gedirdim, istəyirdim, narkotik eləmək istəmirdim də. Evdə əsəbləşirdim, bəhanə eləyib geyib istifadə edirdim. Reabilitasiya mərkəzində 2022-ci ildə tanış olmuşam. Başa düşdüm ki, yəni mən xəstəyəm, asılı insanam. Bunun üçün də mən ancaq asılı olmuş, bu yolu keçmiş insanlar kömək eləyə bilər. Bu gün kimi mən də kömək ola bilirəm, çünki mən onları yaşamışam. Digər bir müsahibimiz Bəhruz Hüseynzadə də bir zamanlar narkomaniyadan əziyyət çəkib. Ancaq bu bəladan xilas olduqdan sonra reabilitasiya mərkəzi açıb və burada eyni bəladan əziyyət çəkənlərə yardım etməyə çalışır. Günümüz səhər saat 8-də başlayır, dururuq, kofe və yaxud da çay içib, idman edirik. Leksiyalar var, asılların öz leksiyalarıdır. Bunu oxuyuruq, 45 dəqiqə o gedir. Leksiyanı oxuyandan sonra səhər-səhər düşürük, duş qəbul edirik. Sonra səhər yeməyinə otururuq. Səhər yeməyindən sonra təmizlik işləri aparırıq, özümüz öz ərazimizdə. Sonra bütün dərslər başlayır. Gündəlik düşüncə mövzusu var, sonra anonim qrup var. Asudə vaxtında öz sanitar gigiyenasına riayət eləyir. Məsuliyyət verilibsə, onu yerinə yetirməlidir. Gündə 5 dəfə yaxınlaşıb söhbət olmaq var. Bunu eləmək istəmirəm deyirsə, onun yerinə hamımız eləyirik, utanır, utandığından başlayır eləməyə. Reabilitasiya mərkəzinin təsisçisinin sözlərinə görə proses ancaq sosial, psixoloji və mənəvi dəstəkdir. Xəstələrə ancaq psixoloji, mənəvi dəstək kömək olur və dərman preparatları yoxdur. Həkim də rol oynayır. Necə? İlk detoks vaxtında həkim önəmlidir, detoks üçün. Yəni bu loru dildə desəm, suslaşmadan çıxmaq üçün, lomkadan çıxmaq üçün həkim vacibdir, mütləqdir. Bunun üçün narkoloji dispanserlər var. Amma qalan o proses var ki, 6 ay, 3 ayda adaptasiya var. Onun üçün həkim yox, sırf asılı insanlar lazımdır, ehtiyaclı, sağalan insanlar. Asılı üzrə mütəxəssislər lazımdır. Bu həyatı yaşamış biri. O həmçinin qeyd etdi ki, mərkəzdə 10 nəfərdən 4-ü geri qayıdır. Digər 6 nəfərə mane olan isə onların valideynləridir. Valideynlər deyilənlərə əməl etmir. Məsələn, 6 ay bitdikdən sonraki 3 ayda məhdudiyyətlər var. Pula məhdudiyyət var. 10 manatdan çox olmaz. Maşına, Android telefona məhdudiyyətlər var. Valideynlər bəzən bunu etmir. Evə gedir, uşağa pul verir və bunu gizlədir.
Bəs bu xəstəliyə düçar olanların sağalmasına çətinlik yaradan başqa səbəblər nələrdir? Statistikalara əsasən narkomaniya problemi üzrə qeydiyyatda olan 36 mindən çox şəxs var. Ölkə üzrə bir narkoloqa 500 narkotik istifadəçisi düşür. Tibb eksperti Adil Qeybullanın sözlərinə görə narkomanlara münasibət cəmiyyətdə kökündən dəyişdirilməlidir. Çünki narkotik asılılığı olan şəxs ilk növbədə xəstədir və bunlara cəmiyyətdə düzgün münasibət olmadığına görə onlar həmişə potensial cinayətkar kimi çıxış edirlər. Həkim sayının azlığı da bu xəstələrə kömək etməyi çətinləşdirir. Bütün cəmiyyət də narkomanlara qucaq açmalıdır, onlara xəstə kimi baxmalıdır, onların sosial həyata inteqrasiyası, reabilitasiyası haqqında düşünməlidir. Və biz bu mütəxəssisləri də, yəni narkotik asılı olan şəxslərin öz iradələri ortada olduğu halda müalicəsinə bağlı, müalicəsinə məşğul olan mütəxəssislərin, yəni narkoloqların hazırlanmasına da fikir verməliyik. Əlbəttə, bu mütəxəssislərin sayı azdır, amma ən azı toksikoloqlar var, hansı ki, elə narkoloq və toksikoloqlar birbirine yaxın sahələrdir. Bunların dəməyindən istifadə etmək olar. Yəni, bir cəmiyyətin böyük hissəsini mobilizasiya etmək olar bu xəstələrin reabilitasiyası üçün. Ümumiyyətlə, bu sahə üzrə ixtisaslaşmanın necə olması və həkimlərin necə hazırlanması ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik. Nazirlikdən bildirildi ki, ixtisaslar üzrə həkim mütəxəssislərin hazırlığı rezidentura səviyyəsində həyata keçirilir. Stat: Səhiyyə Nazirliyi tərəfindən ildə 2 dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim mütəxəssislərin təyinatı həyata keçirilir. Təyinat zamanı Səhiyyə Nazirliyinin və təbibin tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakan həkim vəzifələri həkim mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq həkim mütəxəssislər göndərişlə işə qəbul olduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər. Həmçinin qeyd edildi ki, rezidenturanı bitirən həkim narkoloqlara da mövcud vakansiyalar üzrə iş yerlərinə göndərişlər verilir. Narkomaniyaya qarşı effektiv mübarizə üçün bu prosesə yalnız dövlət deyil, cəmiyyətin bütün təbəqələri qoşulmalı, anlayış və dəstək önə çıxarılmalıdır. Bu isə yalnız narkomanlara deyil, bütövlükdə cəmiyyətin sağlam gələcəyinə sərmayədir. Nuray Qədirli, Arif Əliyev, Xədicə Səxavət, Vüsal Qəmbərov, APA TV.